11-ci fəsil 15-ci ayədən oxuyacaq. Biz deməli bəli, iki şahid haqqında danışdıq. Sonuncu dəfə Məbədin dağılması haqqında danışmışsınız. bu haqqda da danışmışıq. Yəni ki, bəli, necə ki dağılıb, keçən səfər danışdıq. Bu 1-ci əsrin 70-ci ildə 70-ci ildə olubdu. Hə. Və bu günə qədər məbəd hələ tikilməyib. Amma son zaman, son dövrdə İsa Məsihin ikinci gəlişinə yaxın, çox yaxın demək olar. Həmən o məbəd, yəni Allahın məbədi yenə də öz yerində bərpa olunub, yəni ki, tikilməlidir. Bu haqda biz Danielin kitabında 9-cu fəsildə də oxuyuruq. Dostlar, indi isə 15-ci ayədən gəlin bir yerdə oxuyaq. Deməli, 7-ci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi. Rəbbimiz və onun Məsihi dünya üzərində padşahlığa sahib oldu. O əbədi olaraq padşahlıq edəcək. Onda Allahın önündə öz taxtlarında oturan 24 ağsaqqal üz üstə yerə qapanıb Allaha səcdə edərək dedi: Ey var olan, var olmuş külli ixtiyar Rəbb Allah, sənə şükür edirik. Çünki öz böyük qüdrətini alıb padşahlıq taxtına çıxdın. Millətlər qəzəbləndi. Sənin də qəzəbinin vaxtı gəldi. Ölüləri mühakimə etmək, sənin qulların olan peyğəmbərlərə, müqəddəslərə, sənin adından qorxanlara, kiçiklərə və böyüklərə mükafat vermək, yer üzünü məhv edənləri məhv etmək vaxtı çatdı. Allahın göydəki məbədi açıldı və onun əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gürültüsü, zəlzələ və güclü dolu gəldi. Bura qədər. Əzizlərim, deməli biz keçən səfər də danışdıq ki, bax bu 1 və 2-ci bəla ötüb keçdi, bu haqda yazılıb burada. İndi də bu iki bəla keçəndən sonra 3-cü daha da dəhşətli bir yer üzünə bəla gəlməlidir. Bu dəhşətli bəla nə olan şeydir? Birinci bəla, deməli Allah tərəfdən, yəni Rəbb Allah icazə verdi ki, bu yer üzünə bu cəza gəlsin, bu bəla gəlsin. Yadınızdadırsa, yazılıb ki, göydən bir ulduz yerə düşdü və dipsiz bir, dərin bir quyu, quyunun ağzı açıldı. Oradan da naməlum bir məxluqlar çıxdı. Onlar insanlara 5 ay işgəncə verirdi, sancırdı, yadınızdadırsa bu birinci bəladır. İkinci bəla isə, biz oxuyuruq ki, deməli, bu Fərat çayının deməli, sahilində, qırağında 4 mələk vardır. Onların da əl-qolu bağlı, onlar da azad olunur və bir il, bir ay ərzində bütün, bax burada olan insanları, onlara əzab, əziyyət verir və dünyanın 1/3 qırılacaq. Siz təsəvvür edin, bu nə deməkdir? 1/3 yox olacaq, məhv olunacaq. Bax, bu bir il ərzində. Amma dostlar, həmən dövrdə Rəbb Allah öz qullarını göndərir, 2 şahidi göndərir. Həmən o 2 şahid, deməli, şəhadət edəcək, müjdəni yayacaq və kim onları qulaq assa, iman etsə, Rəbb onları xilas edəcək. Qulaq asan, iman edən, dostlar, olub. Amma onlar böyük bir əziyyətdən keçir. Kim onları incitmək istəsə, bax bu 2 nəfəri, onlar 2 peyğəmbərdir. Yadınızdadırsa, danışmışam. Biri İlyasdır, onun haqqında deyilir. Hə, bir də ki Xanoxdur.
Keçən səfər üzr istəyirəm, mən deyəsən Enoş demişdim. Yenox. Çünki ruscan Yenox deyilir, Xanoxdur. Belə. Və onlar 42 ay, yəni 3 il yarım ərzində şəhadət edəcəklər və şəhadətləri bitəndə yazılıb ki, deməli dipsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edəcək. Və onların meyitlərini deməli şəhərin ortasında atılacaq. Bütün insanlar 3 gün ərzində onların meyitinə baxıb sevinəcəklər. Yadınızdadırsa, bu haqda danışmışam. Və 3 gün keçəndən sonra, bu 4-cü günü daha artıq, onlar diriləcək, ayağa qalxacaq və göylərdən bir səda gələcək ki, yuxarı qalxın, yanıma gəlin. Onlar da götürüləcək. Ondan sonra böyük bir zəlzələ baş verəcək, həmən o Yerusəlim şəhərində. Bununla da ikinci bəlada keçib ötür. İndi isə gələcək, gəlin baxaq, burada nə deyilir. Üçüncü bəla 7-ci mələyin şeypuru ilə, yəni ki, 7-ci mələk şeypuru çalandan sonra, bax, bu üçüncü bəla gəlib çıxacaq. Amma biz oxuyuruq ki, 7-ci mələk şeypuru çalan kimi göydə belə bir deyən, necə ki yazılıb ki, uca səslər eşidildi. Rəbbimiz və onun Məsihi dünya üzərində padşahlığa sahib oldu. Artıq Məsih dünyaya gəlməlidir. Ya da başqa sözlə, qayıtmalıdır. Deməli, bir vaxt gəlib dünyaya, doğuldu, burada xidmət etdi, çarmıxa çəkildi, öldü və 3 gündən sonra dirildi. Və ona iman edənlər hər kəs əbədi həyata malikdir. İndi göylərdədir, atanın sağındadır və qayıtmalıdır. Və burada baxın, artıq bu 7-ci mələk şeypuru çalan kimi burada uca səslə deyilir ki, vaxt gəlib çatdı, Məsih qayıtmalıdır. Amma maneçilik olacaqmı ya yox sizcə? Bilirsiniz, bir tərəfdən Məsih qayıtmalıdır. O bir tərəfdən də göylərdə, biz bu haqda 13-cü fəsildə oxuyacaq, göylərdə də müharibə oldu. Oradan iblis atıldı. Kimsə sual verə bilər ki, yaxşı, iblis indi hardadır? Əgər iblis günah işlədəndən sonra Allahın səltənətindən qovuldusa, indi hardadır? Dostlar, yəni indi də onun ixtiyarı var ki, Rəbb Allahın qarşısında durub bizə böhtan atsın. Bəli, bu bir tərəfdən, o bir tərəfdən deməli, kosmosdadır, belə deyək. Bunu biz Efeslərin məktubunda 2-ci fəsildə də oxuyuruq, yəni ki, havada hökmranlıq edir. Çünki göyün də bir neçə qatı var. Birinci qat, ikinci qat, üçüncü, 7 qat, onu biz ümumiyyətlə dərslərdə də oxuyub bilirik. Amma müqəddəs yazıda 7 qatdan yox, 3 qatdan deyilir. Məsəl üçün, birinci, 3 belə deyək də səmalardan deyilir. Birinci səma, biz bunu görürük. Yəni ki, bax, bu ulduzlardır, buludlardır, quşları da görürük. Bax, bu uçan havada quşları biz görürük. Bax, bu birinci göydür. Birinci bir, belə deyək də, qatıdır. İkinci, bizə görünməz. Artıq kosmosdur. Üçüncüsü də ki, dostlar, Rəbb Allahın səltənətidir. Onun səltənətidir. Bizə görünməz bir səltənətdir. O səltənətdən iblis qovulub, amma havadadır. Və nəinki havadadır, burada da iştirak edir. Onun adamları var, öz adamları ilə çalışır ki, ona Rəbbə iman edənləri yoldan çıxartsın və bugünə qədər
pis yola insanları deməli göndərir. Yoldan çıxardır daha doğrusu. Və biz burada oxuyuruq ki, dostlar, Mələk şeypuru çalan kimi göylərdə yazılıb ki, baxın, bir görüntü oldu. Daha deməklə ki, göylərdə də məbəd var. Göylərdə də məbəd var. O məbəd də açıldı. Necə ki, yer üzündə Musa Peyğəmbərin dövründə, İsa Məsihin dövründə də məbəd deməli, iki hissədən ibarət idi. Yadınızdadırsa, kəlamda necə yazılıb. Bir müqəddəs məkan idi. Müqəddəs idi. Bir də ki, ən müqəddəs yeri var idi. Həmən o ən müqəddəs olan otağa, daha doğrusu belə deyək də, yalnız ildə bir dəfə baş kahin olaraq o qan vasitəsilə, yəni ki, bir heyvanın qanı vasitəsilə qurban gətirərək də bu qanla Allahın huzurunda duraraq bütün insanların, yəni bütün İsrail xalqının günahlarını etiraf edirdi. Belə, məbəd dağıldı. Məbəd dağıldı, amma göylərdə məbəd vardır. Və məbəd yazılıb ki, açılan kimi, bax, Rəbb Allahın qəzəbi artıq gəlib çatdı. Və göylər açılan kimi deyilir ki, artıq Məsihin də gəlişi də çox yaxındır. Və baxın necə yazılıb. İsa Məsih öz böyük qüdrətini alıb, padşahlıq taxtına sən çıxdın. Millətlər də qəzəbləndi. Bax, bu yer üzündə. Sənin də qəzəbin vaxtı gəldi. Ölüləri mühakimə etmək, sənin qulların olan peyğəmbərlərə, müqəddəslərə, sənin adından qorxanlara, kiçiklərə və böyüklərə mükafat vermək, yer üzündə, deməli, yer üzünü məhv edənləri məhv etməyə vaxtı çatıb. Maraqlısı bilirsiniz nədir? Maraqlısı odur ki, cəmiyyət artıq göylərdə olacaq. Və deməli, mələk, bu 7-ci mələk şeypuru çalanda da, dostlar, elə bil ki, burada Məsihlə cəmiyyətin elə bil ki, nikah toyu olacaq. Anladınız, dostlar? Bax, orada birləşirik, bizə mükafat veriləcək. Və biz Məsihlə bir yerdə, yəni imanlılar, onunla bir yerdə yer üzünə qayıtmalıyıq. Biz götürüldük və qayıtmalıyıq. Onunla bir yerdə bütün dünyanı mühakimə edəcəyik. Gəlin indi 12-ci fəslə keçək, dostlar. Yaxşı, bu vaxt çatandan sonra bəs yer üzündə, bax, bu dünyada nə baş verir? Nələr baş verir? Gəlin oxuyaq bunu. 12-ci fəsil 1-ci ayədən 6-ya qədər zəhmət olmasa kim oxuyar? Elçin, oxuyarsan? Göydə böyük bir əlamət zahir oldu. Günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında 12 ulduzlu tac olan bir qadın göründü. O hamilə idi və ana olmaq üzrə idi. Ağrı və istirab çəkərək qışqırırdı. Göydə başqa bir əlamət zahir oldu. 7 başlı, 10 buynuzlu, başlarının üstündə də 7 kiçik tac olan böyük və od rəngində əjdaha göründü. Onun quyruğu göy ulduzlarının 1/3-ni süpürüb yer üzünə atdı. Əjdaha ana olmağa hazırlaşan qadının önündə dayandı ki, qadın ana olan kimi onun uşağını uçsun. Qadın bir oğlan dünyaya gətirdi ki, dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək. Bu uşaq Allahın və onun taxtının yanına qapılıb götürüldü
Qadınsa çölə qaçdı. Orada onun 1260 gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var. Bura qədər. Çox sağ olun. Baxın dostlar, burada iki əlamətdən indi söhbət gedir. Birinci əlamət, göydə böyük bir əlamət zahir oldu. Yazılıb ki, Yahya bir qadın gördü. Günəşi əyninə geyinmiş, ayaqları altında ay, deməli, ayaqları altında ay və başında 12 ulduzu tac olan bir qadın göründü. Və yazılıb ki, o hamilə idi və doğmaq üzrə idi. Dostlar, sizcə, bax bu qadın, indidən deyirəm ki, burada rəmzi şəkildə deyilir, simvolik şəklində. Çünki ümumiyyətlə vəhiy kitabında çox bir, burada yazılan əlamətlər rəmzi şəklində yazılıb. Sizcə bu qadın kimdir? Göydə deyir, mən bir əlamət gördüm, deyir. Bax, bu 7-ci mələk şeypro çalandan sonra artıq Rəbb İsa Məsih dünyaya qayıtmağa hazırdır. Öz cəmiyyəti ilə qayıtmağa hazırdır və birdən bir görüntü, bir əlamət gördü. Həvari Yahya bunu gördü. Gördü ki, bir qadındır. Qadının başında bir tac var. Elə deyilmi? 12 ulduzlu bir tac var. Sizcə qadın kimdir? Bir də qadın hamilə idi. Və qadın bir oğlan uşağı dünyaya gətirdi. Buyurun. Kim cavab verə bilər? Məryəmdir. Aha. Sonra kim necə? Məryəmdir. Məryəm deyil. Məryəmdir. Məryəmdir. Aha. Gələcəkdə deməli Məryəm hansı Məryəmdən söhbət gedir? Yalançı Məryəm. Məsih. Yalancı Məryəm. İsa'nın yalançı anası. İsa'nın yalancı anası olmayıb ki. İsa'nın anası, yalancı anası. Sonra kim necə? Aha. Maraqlı bir söhbət gedir. Yaxşı, ona qarşı əjdaha niyə qalxır ki, bu qadına qarşı? Yalancıdırsa niyə ona qarşı qalxır? Cəmiyyətə görə qalxır. Cəmiyyətdir o qadın. O qadın cəmiyyətdir. Aha. Cəmiyyət artıq göylərdədir axı. Odur göylərdə. Yox, burada əlamət göründü. Yer üzündə nə baş verir? Yalançı deyil ha. Bir dəqiqə qoy. Cəmiyyət harda görə baxır burada? Yalançı İsa'nı qəbul edəmir. Yalancı Məsihi qəbul etməli. Bax, bu uşağı doğur. Oğlan uşağı. Bu həmən oğlan uşağı kimdir? Yalançı İsa. Yalancı Məsihdir. O uşaq da göylərə götürüləcək. Yalancı Məsih elə bil. Onda cəmiyyət göydə olur. Artıq cəmiyyət göylərdədir. Format oldu O başında. hansı başlıqda cəmiyyət göydə? Elçin qardaş buyur. Sonradan mən deyərəm. Mən öz fikrimcə, yəni bu İsrailin gözlədiyi Məsihdir. Sakit olun, zəhmət olmasa. 12 ulduzlu tac olan bu qadın mənim fikrimcə İsrail dövlətidir. İsrail dövlətidir. Yaxşı, bəs oğlan uşağı kimdir? Oğlan uşağı deyənlərəm 12 ulduzlu, Yaqub 12 peyğəmbər. qəbilə, yəni ki İsrail dövləti 12 qəbilədən ibarət. Bəli. Biz yazıya əsasən deyək. Bəli, bəli. Nəyi bilirəm onu dedim, nəyi bilmirəm etiraf edirəm. Yaqub peyğəmbərin ailəsi özü övladları İsrail. 12 ulduzlu tac İsrail dövləti nəzərdə tutulmuş. Mən orada yoldaşım deyəsən bir ipucu verdi. Əsmər bacı dedi ki, İsrail dövlətidir. Yəqin yoldaşım deyib də. Yoldaşım deyibsə, onda yoldaşım da cavab versin. Oğlan uşağı kimdir? Yəni mən Əsmər dediyin demirəm. Bəli, bəli, yox. Mən ümumiyyətlə eşitdim. Buyur. Hansı imanlılardan söz? Necə? Əgər baxın bu İsrail xalqıdırsa, İsrail xalqından doğulan bir körpə uşaq da o millətdəndir də, elə deyilmi? Deməli baxın dostlar, 11-ci fəsildə biz oxuyuruq ki, 2 nəfər şəhadətlik edir. Deyək, bu vaxtı danışdım. 7-ci fəsildə də vəhiy kitabında deyilir ki, deməli İsrail xalqından 144 min nəfər imana gəlməlidir. Onlar seçilmişlərdir.
144 min. Hər qəbilədən 12 min nəfər. Bax, onlar da 14-cü fəsildə bunu oxuyacaq. Onlar götürüləcək. Rəbb Allah onları qoruyacaq. Niyə? Çünki göylərdə başqa bir əlamət də deyir, gördüm. Nəyi gördü? Qadın bu oğlan uşağı doğanda, yəni bilirsiniz, başqa sözlə, bax o bu İsrail xalqından iman edənlər, bu gənclər, gənc insanlar idi. Bu gənclər iman edərək bunu əjdaha gördü. Yəni iblis bunu gördü və baxın necə yazılıb. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun. Başqa sözlə məhv etsin. Öldürsün onları. Amma baxın necə yazılıb. Qadın bir oğlan uşağı doğdu ki, dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək. Bax, bu minillik padşahlıqdan söhbət gedir. Bunu sonraca danışacaq. Bu uşaq Allahın və onun taxtının yanına qapılıb, götürüldü. Amma qadın isə çölə çıxdı. Qadın isə çölə çıxdı. Yəni, dostlar, İblis 11-ci fəsildə biz oxuyuruq ki, həmən o vəhşi heyvan dipsiz deməli dərinlikdən çıxaraq kimi öldürür? 2 nəfəri. O 2 peyğəmbərləri, o 2 elçiləri öldürür. Həmən o 2 elçi 2 nəfər şəhadət edərək bu 144 min nəfəri imana gətirir. Onlar öldürülür. 3 gündən sonra dirilir. Göylərə götürülürlər. Amma bu yer üzündə artıq kim qalır? 144 min nəfər qalır. Onları da iblis öldürmək istədi. Yazılıb ki, əjdaha onları udub məhv etmək istədi. Amma alınmadı. Niyə? Çünki Rəbb onları da götürdü. Necə ki, cəmiyyəti götürdü, eləcə də onları götürəcək. Bax, bu 2 əlaməti görəndə, deməli, Həvari Yahya dəhşətə gəldi. Dəhşətə gəldi. Yaxşı, bəs qalanları isə İsrail xalqı necə? İsrail xalqı isə böyük əziyyətə qalır. İndi isə əjdaha gördü ki, o 144 min nəfər xilas olundu, götürüldü. İsrail xalqı da Rəbbin xalqıdır, amma onlar İsa'nı qəbul etmədilər. Onlar yalancı Məsihi qəbul etmək istədilər. Daha doğrusu onlar elə başa düşürdülər ki, düşəcəklər ki, bu doğru bir məsihçidir, gəlməli olan məsihçidir. Amma bu, deməli, iblisin adamı imiş, yalancı bir Məsihin əleyhdarı yalancı bir məsih kimi çıxır yer üzünə. Onlar əvvəlcə ona inanacaqlar, sonra onların gözləri açılacaq. Gözləri, bilirsiniz nə vaxt açılacaq? Deməli, nə vaxt ki, sağ qollarına ya da ki, alınlarına əmr verəcək ki, damğa vurulsun, onda başa düşəcəklər ki, bu iblisdir. Bu Məsih deyil. Gözləri açılan kimi, bəs bunlar neynəsinlər, hara getsinlər? O da onları məhv etmək istəyəcək. Məhv etmək istəyəcək. Onlar da qaçışda oldu. Qadın isə çölə qaçdı. Orada da onun, necə ki 6-cı ayədə deyilir, 1260 gün bəsləməsi üçün Allah tərəfdən hazırlanmış yer var idi. Bax belə, bura qədər. Gələn səfər biz ardını oxuyacaq. Sualınız varmı? Sual. Buyur, buyur. Bu mövzuya aid də, yəni. Eləminli bu mövzu. Buyur. Mən prosto öz fikrim var, amma istəyirdim bəlkə ola bilər, mən yanlış başa düşəm. Xatraz elə 6-cı ayəyə aid, bəndə aid. Buyur. Sual. Deməli, qadın isə çölə qaçdı. Çöl deyiləndə
hara nəzərdə tutulur? Deməli, biz bunu oxuyacağıq. Biz bunu oxuyacağıq. 12-ci fəsildə sonra da deyilir, səhraya qaçdı. Matanın müjdəsində də deyilir. Yəni ki, Rəbb onları səbir bir yer tapıb səhrada qorudu. Yəni onlar öz şəhərində, Yerusəlim şəhərində, daha doğrusu şəhərlərdə, yəni İsrail olan yerdə hər birisi qalırdı, yaşayırdı. İndi isə onlar təqib olunaraq qaçırlar. Hara qaçsınlar? Matanın müjdəsində deyilir ki, siz dua edin ki, ayıq olun və dua edin ki, bax onlara aiddir. Nə qış vaxtı olsun, nə də ki, şənbə günü olsun. Bilirsiniz niyə? Elə bir çətin vəziyyəti olacaq ki, ağır bir günlər olacaq. Qış vaxtı hara qaça bilərsən ki? Şənbə günü niyə? Şənbə günü də ki, onlar heç biri işləmir. İcazə yoxdur. Yəni qanuna əsasən bir harasa çıxsınlar, 1 kilometrdən ya 2 kilometrdən artıq bir harasa onlar elə qanuna riayət edirlər ki, heç yerə çıxmamalıdır. Heç yerə çıxmayanda qapalı bir yerdədirlər də, deməli o saat məhv olunur. O onlara aiddir yoxsa bütün millətlərə? İsrail xalqına Ancaq aiddir. İsrail. Bəli, qadın İsrail xalqıdır. Onu qoruyur, 3-cü minilliyə saxlayır yoxsa? Bəli. Deməli, Məsih qaydanda Zəkariyanın kitabında, yadınızdadır, ev tapşırığı vermişdim ki, oxuyarsınız. Zəkariyanın kitabında 12-ci fəsildə deyilir ki, Məsih qaydanda onlar onu görəcək. Yaralarını da görəcəklər. Bir fəryad qopacaq ki, ağlayacaqlar, tövbə edəcəklər ki, biz səni inkar edərək başqasını qəbul etdik. Anladınız dostlar? Bax belə.